Qərar verdim ki, Bakıda gördüyüm işi gedib Dubayda davam etdirim. Hər şeyi sıfırlayıb gəldim Dubaya. Bugün görün başıma nə gəlir. Səhər yuxudan belə bir mənzərəyə oyandım. 4 gündür ki, çinmirdim, tez yuyunub hamamdan çıxdım. Təcili şəkildə Deyrəyə getməliyəm. Vaxtım da az idi, paltarları necə gəldi geyinib getdim metroya. Yolumuz uzun idi deyə metroda da Gold kartından istifadə elədim ki, heç olmasa rahat gedək. Deyrəyə çatdıq, evdən çıxanda çörək yeməmişdik deyə burada da çayla şirniyyat yedik. Deyrəyə gəldim ki, burada işıqlar ucuzdur, işim üçün bəzi avadanlıqlar almalıyam. Sağ olsun qardaş bizə indirim adı ilə alacağımız avadanlıqlar da sıradır. Burada $1600 xərcim çıxdı. Dedim ki, nəylə şeytana gəlmişsən özümə saat alım. Burada da 1173 manat rasxoda getdim. Nəysə. Tələsik Deyrədən hər şeyimizi alıb çıxdıq. Ona görə də getdik Dubai Mola. Gəlmişkən dedik ki, burada yaxşı burger yeri var. Burada yeməyimizi yeyək. Onsuz da bugün əməlicə rasxodumuz çıxıb. Elə gəlmişkən buradan da şalvar alaq. 170 manat xərcimiz çıxdı. Rəsmi mağazada baxdım ki, Deyrədən aldığım saatdan 300 manat qabağa düşmüşəm. Keyfim biraz düzəldi. Milyonçu xanım gəlib bizi götürdü. Bu da maşallah bilmirəm fantaziyası nədir. Maşının hər yeri belə idi. Kəməri də məcbur taxmışam. 29 illik oğlanlığım gözümün qabağından keçdi. Nəysə gəldim məkana. Dedim ki, gəl çəkişimizə başlayaq. Vaxtımız da azdır, gün batır. Maşını da çəkim, maşınına da 2 dənə buynuz qoydurub. Nəysə o yan bu yan çəkişi elədik, bitdi. Dedi ki, bugün qonağımsınız, gedək yemək yeyək. Sonra qayıtdım evə, hesab kitab eləyəndə gördüm ki, Deyrədəki qardaş mənə 200 manat sırıyıb. Əsəblərimin sakitləşməsi üçün həm də qan aşağı düşsün deyə dombalaq eləyib yatdım.